Selamünaleyküm dostlar. Ben de bilinmez. Bugün sizlerle birlikte ne oynayacağım? Yalnız Kurt'ta bir iki daha vs oynayacağım. Çünkü canım sıkıldı video çekenlerim. Bu arada kanalın ilk videosu. Ona göre de ki bu videoyu beğenip kanalımıza da abone olmayı unutmayın. Şu daha geçe videolar gelsin. Beğeni geldiyse hevesim artacak diye daha çok video atacağım. Hatta bu videoyu seçenden sonra ikinci videonu seçmeye gelirim. O videonu sabahlayacağım. Bu videoda ne dediğim geçevden oyun oynayacağım. Geçevden oyun oynayacağım. Neyse de Yalnız Kurt oynayacağım dostlar. İnşallah maraqlı olar. İyi seyirlər keçirəm videoya. Yaxşı video alınmadı deyə dəqiqəyə düşüb. Bunun mən dostlar keçsin videomuza ki inşallah maraqlı videolar, iyi seyirlər. Ya əlimdən gələni eləmək çalışacağım. Bu arada dostlar video bəyənib kanalımıza da abunə olmayı unutmayın ki belə videoların davamı gəlsin. Bundan bir sonraki video bəlkə hassasiyyət videosu oldu. O da video izlənsə, bundan sonra keçirəm başqa bir video seçməyə. O da hassasiyyət videosu seçəcəm, saxlayacağım. 10 beğeni yazıları paylaşacağım ama gelmesi de ki paylaşmayacağım. Bu ekranın başka bir şeylerin üstünde öyle bir şeyler var. Neyse dostlar, kısaca sayfam yeniydi dostlar. Ona göre ki biraz abonesi lazımdı. Ona göre ki sen abone olsun eğer ilk belki deyirəm bir ehtimal gələcəkdə deyərəm ki Qaqaş mənim birinci abonesim idi. Ona bir şey verin ne olsam eğer belki. Neyse dostlar, neyi bilmirəm. Bu ehtimalle söhbət falan eləyərəm ki, bu qardaşım mən. Neyse dostlar, direkt kesin inşallah ikinci yalnız kutumuzda insan sıkmaz çünkü kanında her şey merak ettir. Bu da panel olsa var ha, getdi oyun. Bu panel olsa getdi oyun. Bu bot hesabından gelip bir de ya bildim ya bot gelmez diye düşündüm, o başladım. Neydi panel eldiyse bunun hara yok atsın bir tane dönem bizde bile nerede işimiz yok. Nasıl olsa büyük ihtimalle panellerle oyun oynadım diye yazarım. Ya yazmam bence çünkü ele bir mecburiyeti olmadı diye bir düşünce var. O insan var atlayarım. Geçelim. Neyse dostlar. Bundan sonraki gün hassasiyet videosu var yəqin ki. Çünkü elə fikirləşirəm. Hassasiyet sorunlar olacaq deyə də düşünürəm. İnşallah yaxşı kavalar atsam. Bu arada dostlar mənim 2K'lıq səhifəm və bir dənə də 120 abonesim olan bir səhifəm. 120'ye gelir. Ona göre də ki yolda gəldim açdım. Arkadaş içində qalıb yumruq atmaq istəyir. Ya söhbət gəl. Bax bir tane bir şey gəlsə ağlıma onun söhbətini eləyəcəm amma gəlmir. Dəqiqə gəlmir ağlıma bir şey. Ünlü kanallar da yaxşı əslində bax. Ünlü kanallar yaxşı. Nə alaqası videoyla? Bu arada dostlar, nə qanadı kim bunlar? Bir efsane kimi kanallarda olmuşam. Keçmişdə yəni əvvəl ona görə də ki yaxşı oyunçuyam nəyimdir qədimliyim ona görə. Kim bunlara girəcəkdim bir ara amma girmədim amma girmədim kim bunlara. Ya salacaqdılar amma öz klan var deyə girəmədim kim bunlara. Çıxıb girmədim. Mesela mənim öz klan var idi mənə. Adı da F7 Sport idi. Hə. Bu F7 Sport satsaydım oyuncuların hamısı mənə söyləyəcəkdi. Yani ona görə də ki hamısı dostlanış idi. Ona görə çıxamadım klandan. S9'a da girəcək. S9'a da mənim klan bağlandı F7. S9'a girəcəkdim. Qaqaş var idi yəni dedi liderlə danışıb sən salaram. Ondan sonra klan asıldı. Qaqaş da salmadı mənə klana. S9'a da girəmədim. Kim bunlara girəm? Yox mən kim bunlara falan girsəm tez ünlü olardım. Mən tez salmadım. Ki olmadı mən yeni. İnşallah bu Qaqaşın da əllərindən öpərlər. Neyse dostlar, kaydı biraz az eləyəcəm çünkü həqiqətən çox uzun oldu kayıt. Çox uzun da olsa ki, max 15 dəqiqəlik bir video ata bilərəm. Onun artığında olmur YouTube'un sayəsində. İnşallah maraqlı video alınar ki, hamıya baxanda sevinər və maraqlı bir video deyə hamı başlayır. Ki inşallah dedim. Bu arada dostlar, o TikTok kanalımda mevcuttur çünkü TikTok kanalımda mevcuttur çünkü. Danışamıyorum çünkü birinci videomda, ikinci
videoda ben de rahat danışarım. Belə gəlir ki, ikinci videoda rahat danışaram. Bu videoda danışamıram. Çünki bu qaqaş paneldir və mənə atdığı vuruşa bax. Məsələn. Dostlar atıb soruşuyorum. Neyse dostlar, video biraz axır kəsəcəm. Video biraz axır kəsəcəm. Axır. Kəsəcəm. Bundan sonra bu ekran gibi Evelyn'la oynayacağım. Yani inşallah izler olacak da Evelyn'la oynayacağım. İkinci videomuzda Evelyn'la oynayacağız. Yarın akşam atarım ya da sabah atarım ki. Gündem çok video atacağım. Çünkü tez yani video atsam tezi izler diye düşünüyorum. Bu arada dostlar videolarım eğer bu video yaxşı izlənsə bu videoları çekmeye devam edeceğim. Ama izlenmese Evelyn'ın daha çok izlənsə korku videolarından çok geleceğim. Gagavızın vuruşlarına geldi. Qıllar patladı oraya. Bu arada dostlar Evelyn'ı seçmeyeceğim bundan sonra. Onu da ya akşam atarım ya da sabah onu da demiştim. Evelyn'ın bu arada mənə çok izlənər. Həqiqətən mən o bir kanalda da çok izlenmişti Evelyn'ın. Evelyn'ın niyəsə bu qorxunçdur hə, amma çox izlənir. Çok güzel. Bəlkə necə deyim 6'da məsələn veya səhər açılmadan 4'də falan gece qorxu videoları izlədim, videosu da gələ bilər. Yəni baxaram ona. Baxmaq olar yenə də. Çünki dostlar belə qorxu daha çox izlənir YouTube'da çox vaxt. Məsələn qorxu videoları daha çox izlənir. Amma bu çoxsa əmək vermir, amma çox izlənir. Amma indi geçsəm burada 3 saatlıq videoda əlləşsəm, gələcəkdə 200 izlənməklə gələcək. Bilmirəm neçə izlənir. 80 falan da izlənsə mənim üçün çoxdur hələ. 150 izlənsə olsa əfsanəvi kimi bir şeydir mənə görə. Hələ ki. Bəlkə bir il sonra dəyişər. Videolarım 2K'da izlənər. Buradan sonra kayıtları biraz kəsik satsanız daha yaxşı olar mənim üçün. Çünki video daha belə qısa olsun istəmirəm. İkinci, üçüncü yalnız kurtda seçmişdim. Bir də video seçmişdim yalnız kurt. Onu atacağım aslında ama onun səsini almayı yadımdan çıxıb. O video alınmadı. Yani gram da alınmadı. Ona göre onu atmadım. Bunu atıram. Sen de yol sola gözükür. Of benim canım. Neyse dostlar. Sadece açabilirim ki. Ya video çok uzun olmasın. Ya bir yalnız kutu olacak uzun olmasın da. 7 dakika oldu 7 round. Ziyade yaxşı. İkinci yalnız kutu açacağım. İkinci yalnız kutu ben de sonlandıracağım kaydı. Bunu düşünürüm. Neyse dostlar burada bir söyleyip videomu sonlandırırım. Sonradan yazarım. Sık yanmıyor. Tercih yoktu. Çok. Ben şimdi 2 defa attım. Ben 2 defa attım. Ben daha da attım diye düşünüyorum. Düşünürüm ama öyle olur. Videoyu bu yalnız. Ay bilinmez vuruşlar part 2. Dostlar gördüğünüz kimi kamera arkasındayım ve dostlarım dileyip dostlar şey olup kayıt başlayıp ben silahlanmamışım yani oyun başlayıp ben silahlanmamışım. Biraz problemimiz var. Bu ihtimalle öldüm. Bak yere uzandım. Ben bu qaqaşa razon kəsəcəm. Mən sözümü deyirəm qaqa. Mən bu qaqaşa razon kəsəcəm. Getdik. Qaqaş mənə kəsdi elə bil nəsə. Bax razon 1. Razon 1 qaqa hələ bunun 2'si 3'ü 4'ü də var. 6'sı da var. Hələ bu gedər bu iş. Yəni ki belə vuruş yoxdur. Belə vuruş yoxdur qaqa. Dostlar sadece vurduğum yerlere falan koyacağım çünkü video çok uzun olsa yani bir yalnız kutuyla sığdırmak istedim. Hoca almasın. Sadece video edit var böyle. Başka bir şey mesela ki asab edir adama onu bir falan gəlir. Kamera kaydı bağlayanda entegrat girir adama. Sonra həqiqətən yani dəyir kafa yani əsas o şey dəyir kafa yalnız yaxşı oynayıram. Yaxşı ki də bu arada bu uşaq da yaxşı oynayır. Məncə hesabına baxaraq yaxşı oynayır. Mənə görə hesab heç bir şeydir yəni ki. Hesab olsa da olmasa da hesab olsa da yaxşı olsa da əsas oynayışdır. Çoxsu hesabı məsələn sən də baxır.
Mənim hesabım oldu, oynayışım da yaxşı olacaq. Bir dənə hesabım olsun, ben oynayışım da yaxşı olacaq, səni deyirlər. Bir şey var qaqa. Əsas oynayış da qaqa. Oynayışın olmadısa da sən nə yeyirsən qaqa? Oynayış izlərsən. Soğuk qaqam. Sabah. Racon keseceğim. Ya hem kayıtman uğraşıp hem de bu qardaşı vurmaya çalışmak daha zor bir işti. Onca harisa bir %20%, 30% falan oynayışımı etkileydi. Ya daha pis oynuyorum çünkü karda yapmak çok yorucu bir şeydi. 3 saniye kaçtan ben burada 3 saniye 4 saniye kalır. Artık da çok su diyişçiyle var. Mesela ben burada ilk basmışam da kanal çok həvəsliyim. Mesela istediğim ne kadar video atmak istedim bu günde. Ama beğeni gelmeyen de bütün həvəsi ölür insanda yani ki oyuna. Böyle YouTube'a videoda da atmak istemiyor. Çünkü həvəsi ölür böyle böyle. Ne olur beğeni gelse eğer ben çok videolar atacağım. Hele korku videolar falan. Hele montajı da öğrendiğinden sonra montaj ne edirlər falan. Onda daha maraqlı videolar çəkəcəm. Buna görə də ki dostlar, mən montajı öyrənənə qədər videolarım yaxşı izlənsə əgər, həm geçək videoları ekləyib falan geçək videolar atacağım. Həm də siz yardımcı olursunuz. Yəni mənə görə də ki yaxşı bir şeydir. Geçək qoyun qoyulur. Qarışım göstərsin. Sanır. Oy nə oldu mu bilmirəm. Neyse qardaşım, mən gəlmişəm da öldürürəm üçün vaxtdır. Arkadaşlar lazım kesiliyor yani ki dördüncüdür yani ki bu. Hele burası onun dördüncüsüdür. Var hele. Kanka var. Hele bu iş yapacaksan. Oy gagamız yedi kafalı şey. Baksana bir de 10p'den yaptık yani. Yani onun 80%'ini gösterir bu kakaş. Oyunun 80%'inden biri de bu kakaştı. Ne kadar oyunda yani ki ne dediğim. 2018-2019'da mesela belə nəfər deyim, çox yaxşı oynayır hə. Amma çoxsunda mən necə deyim, belə baxırsan ki, çoxdan da oynayanı var hə. Belə 2018-də oyun çıxandan bəri oynayanlar var. Prosta qaqa, oyun çıxandan bəri oynayanlar da çox yaxşı oynamır da yəni ki. Ayda qaqa çıxır. Ya çox yaxşı oynayırlar əslində, yəni sən başa düşməyin. Amma prosta bir sən nətərdir, yəni çoxsun belə nətər deyim, birdən zəifləməyə başlayır, birdən çökməyə başlayır. Nəzdim, oyunu öyrətdiyi insanlar bile onu unutmaya başlayır. Hesabı belə düzdüm, 86 səviyyə, 86-84 səviyyə. Amma özü belə biraz zəifliyib yəni ki. Elə oyuncular var həqiqətən. Yəni mən də inşallah bir gün elə olmaram qaqa. Nə olub qaqa? Ay əlimdəydi kayıt açıldı. Nələr də yazmışam. Nə olub qaqa? Dursan? Nə olub ay qaqa? Dursan? Yəni nə olub qaqa? Nə olub ay qaqa? Dursan? Nə olub qaqa? Gözlük olacaq mı videoda? Nasıl olsa bence biz de birazdan Bence dostlar yavaştan sağlaşır çünkü hem dostum olur hem de ki ben getməliyəm dostumun yanına, klana da kasmaya qaldı. Onsuz da kasmıyor, elə bir adam yığazıyor, adam yığmay mənasında kasmay, kasan oyuncular yığılır. Bu arada klanımıza gəlmək istəyənlər gələ bilər. Klanın ad dəyişmə məcburiyyəti yoxdur, deyəsən videonun başında demişdim dostlar. Gedirəm ikinci videonu çəkməyə, Evil'ın falan çəkərəm yəqin ki. Bu da istəyənlərə bu arada. Videoya da qəşəng bəyəni, qəşəng izlənmə və qəşəng abunələr gəlir inşallah ilk videomdan. Dostlar həqiqətən çox heyecanlıyım. Video atandan sonra 2 dəqiqədən girib baxacağam ki, nə qədər izlənib, nə qədər izlənməyib. Gedirəm APK-dan Evil'ın yükləməyə. APK-dan niyə Playmarşerin heç kimsə sizə qaqa. Gedirəm yükləməyə dostlar. Sağ olun. Biraz uzatmaya çalışıram. Hə dostlar, o bir videomuz da zibil oldu. Bir daha seçmiştim, onu atmadım ama birinci videomuz fufu olsun istedim dostlar. Yani eğer bu videoya yaxşı bəyəni gəlsə, izlənsə, bir daha da Free Fire seçelim. Gəlməsə, yəni qorxu videosu. Bu arada dostlar, hansı oyun oynayım deyin, mən fərqi yoxdur qaqa. Hər şeyi oynayıram yəni. Məsələn, qorxu oyunu olsun, mən qorxu videoları izlə falan deyim dostlar, hamısını eləyəcəm mən onsuz da. Mən fufuda gir dostlar, bu belə elə dostlar, bu məsələn, yasamalı, qışqırmalı falan filan istədiyiniz bilir. Ya, hər videoda qaqa çəkəcəm. Nasıl sağ olunuz, yaxşı baxın, bay bay.